Salam, hər vaxtınız xeyir olsun. Verilən məsələdə kök altı ifadələrinin dərəcələrini bir kökə gətirərkən baxın burada bir görünməz bir 2 var. Bu 2-ni bir kökün altında salanda bu 2 3'e vurulacaq. Olacaq kök altında 6-cı dənə kök altında 2. Orada da bərabər 4'e yazacağım. 2 üstündə 2, üstündə də x minus 1. Baxın burada nə olur? 2 üstündə 6'da 1 bərabərdir 2 üstündə 2x çıxasın 2. Buradan məlum məsələdir də əsaslar eyni isə qüvvət üstləri də bərabərdir. 6'da 1 bərabərdir 2x çıxasın 2. Buradan da hər tərəfini indi diqqətlə fikir verin. 2'ye bölsəm, yəni 2'də 1'e vursam olacaq nə? 12'də 1 bərabərdir x çıxasın 1. Buradan da x bərabərdir 12'də 1. Üstünə gəl 1. Cavabımız x bərabərdir 12'də 13. Var mı 12'də 13 cavabı? Bəli var. A variantı məsələnin cavabı olur.